Mən səni sən olduğun üçün deyil, səninlə olanda kim olduğum üçün sevirəm. Gabriel Garcia Marquez. Sehirli realizmin və əbədi tənhalığın nəğməsi. Və nəhayət söz mülkünün sonuncu sultanı Gabriel Garcia Marquez. O, Latın Amerikasının yandırıcı istisindən sehirli realizm adlı bir möcüzə yaradıb dünyaya hədiyyə etdi. 100 ilin tənhalığı əsəri bəşəriyyətin həm doğum şəhadətnaməsi, həm də ölüm fərmanı kimidir. Marquez yazırdı: həyat insanın yaşadıkları deyil, xatırladıkları və nəql etmək üçün onları necə xatırladıklarıdır. Onun Makonda kəndində yaratdığı o dünya əslində bizim hamımızın yaşadığı dünyadır. Orada həm möcüzələr var, həm də ən sərt reallıqlar. Marquez tənhalığı bir nəslin taleyi kimi təsvir edərkən, əslində insanın ən böyük ehtiyacının sevginin yoxluğunun olduğunu vurğulayırdı. O deyirdi: mən səni sən olduğun üçün deyil, səninlə olanda kim olduğum üçün sevirəm. Bu fikir insan münasibətlərinin ən dərin və ən səmimi tərəfidir. Marquezin dili bir şeir kimi axıcıdır. Onun təsvirləri elə canlıdır ki, sanki sətirlərin arasından qan və tər qoxusu gəlir. O bizə öyrətdi ki, əgər biz bir-birimizi sevməyi bacarmasaq, 100 ilin tənhalığı bizim üçün qaçınılmazdır. Marquez bizə xəyal qurmağın həm də bir yaşamaq forması olduğunu sübut etdi. Onun mirası sözün, eşqin və insanın əbədi mübarizəsinin təntənəsidir.